Mən Təxminə İbadova, Aztelekomun Çağrı Mərkəzində Müştəri Xidmətləri şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıram. İnsanlarla ünsiyyət qurmaq, onları dinləmək və çətin situasiyalarda həll yolunu tapmaq hər zaman mənə yaxın olub. Elə buna görə də istəklərimi və gələcək planlarımın arxasında duraraq ilk dəfə Aztelekomda operator vəzifəsinə işə başladım. O dövrdə müştərilərlə birbaşa ünsiyyət qurmaq, müxtəlif xarakterli insanlarla işləmək mənim üçün böyük bir təcrübə idi. İnkişaf yolumda dönüş nöqtəsi operator vəzifəsindən qrup rəhbəri vəzifəsinə keçid oldu. Bu mərhələdə həm şəxsi, həm peşəkar inkişafım üçün yeni qapılar açıldı. Aztelekom mənə böyük yüksəlişim üçün daim dəstək olaraq müxtəlif daxili təlimlərdə iştirak etməyimə imkan yaradıb. Hətta artıq təlimçi sertifikatına da sahibəm. Bu mənə öz bacarıqlarımı təkmilləşdirmək və başqaları ilə paylaşmaq imkanı verib. Sizə biraz da ofisimiz barədə məlumat vermək istəyirəm. Çağrı mərkəzi şirkətin böyük mexanizminin əsas hissələrindən biridir. Burada biz hər gün minlərlə zəng qəbul edirik. Abunəçilər şirkətin diqqətini və qayğısını ilk olaraq bizdən hiss edirlər. Hər gün işə həvəslə gəlirəm. Çünki əsas motivasiyam həmkarlarla birgə fəaliyyət, komandamızın uğurlu nəticələrini görmək və hər gün minlərlə insana kömək etməyimizdir. Bu bizi daha da gücləndirir. Ən kiçik təşəkkür belə günümüzə sevgi və pozitivlik qatır. Asudə vaxtlarımı ofisimizdəki istirahət köşəsində keçirirəm. Burada sakit musiqiyə qulaq asmaq, kofemi içərək hər şeydən uzaqlaşıb, biraz sakitləşmək, enerji toplamaq və sonra yenidən dinamik işə qayıtmaq mənə çox yaxşı təsir edir. Kollektivin pozitiv, dinamik və gənc olması mənə əlavə ruh yüksəkliyi verir. İlk gündən başa düşdüm ki, məsələ sadəcə zənglərə cavab vermək deyil. Bu iş insanı dinləmək, səbir və anlayışdır. Ən əsası isə şirkətin qayğısını abunəçilərə ilk hiss etdirən tərəf olmaqdır. Gənc həmkarlarıma demək istərdim ki, hər kiçik addım təcrübə, hər təcrübə isə böyük nəticələr yaradır. Heç vaxt öyrənməkdən çəkinməyin və əzimli olun. İnanın ki, səbirli, təbəssümlü və səmimi olsanız, uğur özü sizi tapacaq.